Salam dostlar. Bugünkü dərsimizin mövzusu Python'da modul istifadəsi və package istifadəsidir. Modullar nə deməkdir, package'lər nə deməkdir, onlar haqqında danışacağıq. İndi bu Python mövzularını öyrənərkən müəyyən bir gedişat var. Yəni müəyyən öyrənmədə Python mövzularında müəyyən bir struktur var əslində. Bilməm, bu bəlkə də diqqətinizi çəkib ya çəkməyib. Deməli, biz ilk başlayandan bir xatırlasaq, biz Python öyrənəndə nəyi öyrəndik? Variable'ları öyrəndik, data types öyrəndik və ondan sonra biz variable'ları və ya məlumatları qruplaşdırdıq nəyin içərisində? Listin içərisində, tuple içərisində, dictin içərisində formalaşdırdıq. Ondan sonra əmrləri bir yerdə qruplaşdırdıq, harda? Metodların, funksiyaların içərisində onların istifadəsindən öyrəndik. Ondan sonra biz dəyişənlərlə funksiyaları bir yerdə istifadə edərək biz onlardan nələr yaratdıq? Klasslardan yaratdıq. Yəni bir mənada qruplaşdırma yaratdıq. İndi bunu biraz daha böyüdərək biz daha strukturlu kod yaza bilmək üçün artıq fayllar səviyyəsində işlərimizi bölüşdürəcəyik. Yəni məsələn deyək ki, biz böyük bir dənə layihə yazırıq, və artıq kodların daha rahat idarə oluna bilməsi üçün, daha sistemli ola bilməsi üçün biz əvvəl məsələn deyək ki, bir insan haqqında, bir əşya haqqında lazım olan bütün məlumatları nəyə yığdıq? Klasa yığdıq, düzdürmü? İndi isə onun bir level, bir mərhələ üst səviyyəsinə baxacaq. O da nədir? Biz artıq görəcəyimiz işləri fayllarla parçalayacaq. Yəni, hansı ki, məsələn, mən gələcəm, deyək ki, bir iş görmək istəyirəm. Deyək ki, bir qeydiyyat sistemi yaratmaq istəyirəm. Bir də o qeydiyyat sistemindən bir login sistemi yaratmaq istəyirəm. Bir də ki, register sistemi yaratmaq istəyirəm. Bunu düşünəndə mən bunları bir faylda belə yaza bilərəm. Deyə bilərəm ki, login and register deyə bilərik. Belə deyək, qısa bir dənə şey yazaq. Məsələn, mən burada yazıram ki, registrasiya istəyirəm. İstifadəsinin registrasiya olması üçün users deyə bir şey yaradıram, list yaradıram burada bir dənə. Ondan sonra gəlirəm, deyirəm ki, class user olsun. Bunu sürətlə yazın. Def init, basit bir şey yazacağım bura. Self, deyəcəm ki, full name, username və password yazacağım bura. Password yazdım. Və burada dedim ki, fullname bərabərdir full name'ə. Ondan sonra dedim ki, username belə deyil. Username bərabərdir username'ə. Ondan sonra self.password bərabərdir password. Bunlar mənim user klassımın xüsusiyyətləridir. Ondan sonra bir dənə də burada metod yazaq. Def deyək, show data deyək, show user data deyək, bir metod yazıram bura və bunu reallaşdırıram. Deyirəm ki, print eləsin self.fullname virgül self.username və hələ ki, self.username olsun. Password-a ehtiyac yoxdur göstərməyə. Və mən indi buradan registrasiya sistemi yaradanda necə yaradacağım? Sadəcə bir dənə nümunə ilə verəcəm və ya belə deyək, deyək ki, istifadəçidən alacaq, deyək ki, registrasiya üçün, deyək ki, əmr bərabərdir, input, əməliyyat seçin, deyək ki, əməliyyat seçin,
və burada deyirəm ki, mən bir dənə şey vermək istəyirəm. Deyirəm ki, while true, deyirəm ki, if, bunu buradan götürək, yerləşdirək bura və deyəcəm ki, if əmr bərabərdirsə 1-ə, buradan bir iş görək, nə eləyək, register eləyək, register user olsun, bu metod işləsin. Ondan sonra elif əmr bərabərdir 2 dənə ifadədə 2-dirsə, deyək ki, login metod işləsin. Elifdə də gələk bura, deyək ki, əmr bərabərdirsə 3-ə, nə olsun? Break olsun. Yəni, bəsit bir şey yazacaq və burada da user'da registrasiyada belə bir şey deyəcək. Deyəcək ki, def register user dedim, register user və burada deyəcəm ki, input full name f bərabərdir input tam adın ad soyad ondan sonra gəldik deyək ki u olsun input gəldik bura dedik ki olsun username bunu daxil eləsin bir dənə də bundan artıraq p deyək bura bu da olsun password olsun. Yəni burada mən birbaşa belə bir daha qısa bir şey yazacağım. Deyəcəm ki, nə olsun? User.append birbaşa bura nə yazacağım? User obyekti birbaşa yaradı. Belə burada da daxil edəcəm. Nə olsun bu? F ondan sonra P və olsun nə? FUP diye. Bu avtomatik olaraq nə edəcək? Register eləyəcək. Bir dənə də mən buradan yoxlayacağım ki, def login deyəcəm. Və burada deyəcəm ki, for user in users yoxlayacağım ki, belə bir şey varmı? If deyək ki, login passwordu götürəcək yenə. İstifadəçidən bunları götürəcək və bunları müqayisə edəcək. Deyəcək ki, if user nöqtə username bərabərdirsə nəyə? U-ya bərabərdirsə ondan sonra çək eləyəcəm. Bir dənə də ikinci şey yoxlayacağım. Deyəcəm ki, user nöqtə password bərabərdirsə p-yə deyəcəm ki, user nöqtə show nə idi? User data. Bu metodu çağıracağım. Else-də deyəcəm ki, deyək ki, burada bunun else-ində deyəcəm ki, print belə bir istifadəçi mövcud deyil. Burada deyəcəm ki, else deyəcəm. Print məlumatlar düzgün deyil. Məlumatlarda səhv var deyə belə bir şey yazacağım. İndi burada görürsünüz ki, mən login yazdım, login məsələsini elədim. Ondan sonra gəlirəm bunu bir dənə yoxlayıram burada. Deyirəm ki, P-yə elar, P-yə. Bunu əməliyyat seçin, deyirəm ki, 1, ad soyad Əhməd Məmmədov, username Əhməd olsun, password 1, 2, 3, 4 olsun. Əməliyyat seçin. İndi login məsələsinə baxıram.
deyirəm ki, əgər 2-dirsə, Əhməddirsə və 1, 2, 3, 4-dirsə, bu Əhməd Məmmədov bunu göstərəcək və burada 3 yazıram və proqramından çıxır. İndi baxın, bəsit bir dənə sistem, login sistemi yazdım. Bunu təbii ki, özünüz inkişaf etdirə bilərsiniz. Bunda hər hansı bir problem olmaz. İndi amma strukturlu yazmaqdan danışanda biz, baxın, bu proses, baxın, register prosesi ayrı bir prosesdir. Ondan sonra login prosesi ayrı bir işdir. Yəni bu daha uzun bir kod ola bilərdi. Yəni ki, mən onu daha genişləndirə bilərdim. Daha necə deyirlər, kod sətri daha uzun ola bilərdi və ya başqa işlər görə bilərdim və s. Və bunların hamısının bir səhifədə olması bizim üçün kodun oxunaqlığı baxımından və ya başa düşülməsi baxımından çətindir. Dolayısıyla biz bunu nə edirik? Parçalayırıq fayllara. Mən gəlirəm burada deyirəm ki, gəlirəm bunu loginə ayırıram. Deyirəm ki, login adında bir fayl olsun. Login.py. Ondan sonra bir dənə də register.py olsun. Register.py. Böyle bir şey olsun və burada yazdığım kodu mən buradan götürürəm. Atıram hara? Registerin içərisinə. Ondan sonra burada yazdığım kodu da, loginlə əlaqədar yazdığım kodu da atıram login faylının içərisinə. Və ondan sonra da bu artıq mənim nəyimlə əlaqədardır? Data ilə əlaqədardır. Buna gəlirəm data.py deyə bir ayrı fayla yerləşdirirəm. Çünki sabah burada mənim şeylərim olacaq, fərqli klasslarım ola bilər və s. ola bilər. Bunları ayırdım. Və baxın, 3 dənə bir layihəni yazmaq üçün 3 dənə papkadan, fayldan istifadə elədim. İndi burada, baxın, mənim əsas giriş faylım, hətta bunu run.py deyək, adını dəyişdirək, run.py. Bu mənim giriş faylımdır. Mən giriş faylımdan istifadə edirəm və deyirəm ki, burada baxın nəyə ehtiyac var? Register user ehtiyac var, login user ehtiyac var və mən indi bunlar hardadır? Məsələn, register user metodu hardadır? Bir yerdə define olunub. Harda? Burada. Dolayısıyla mən bunu götürüb istifadə eləmək üçün elə birinci buna baxıram. Bunun normal işləməsi üçün. Baxın, mənim burada nəyə ehtiyacım var? Usersə və user'a. Dolayısıyla bunlar da hardadır? Mənim data.py-min içərisindədir. Mən belə deyirəm. Deyirəm ki, burada, əslində Python'da bu çox rahatdır. Deyirəm ki, from data, yəni deyirəm ki, data faylından, bundan sonra bunlara modul adı verəcəyik. Deyəcəm ki, burada Python'da açılan hər bir fayla biz modul adı veririk. Deyirəm ki, data modulundan import elə, yəni ki, daxil elə nəyi? Users və user. Burada mən artıq nə eləmiş oldum? Dedim ki, mən filan faylda yazmışam bunları. Bunları götürək, biz istifadə edək. İndi mən bunu yazdığım zaman bu variantda mən eləyə bilərəm. İkinci variant yaza bilərəm ki, from data import all deyə bilərəm. Yəni burada mən sadəcə o faylın içərisindən o anda mənim ehtiyacım olan nə varsa onları götürürəm. From data import all deyəndə o faylın içərisindən nə qədər dəyişən, class və s. nə varsa onları import eləmiş oluram, yəni istifadə edə bilirəm və ya birbaşa belə yaza bilərəm, import data. İndi bunların arasında, bunların istifadəsində hər hansı bir problem yoxdur, amma mən bunu istifadə elədiyim zaman, burada belə bir şey yazmalıyam. Yazmalıyam ki, data.user. Ondan sonra gəlirəm, burada deyirəm ki, datanın içərisindəki user'ı məndən istifadə elə. Yəni, bu artıq sizin yanaşma tərzinizdən asılı ola bilər, necə istifadə eləmək istəyirsinizsə. Yəni ki, Python sizin üçün bunu fərqli şəkildə də tətbiq edə bilir. Və ondan sonra mən bunu import elədim. İndi bu şəkildə importing elədim bunu. İndi gələcəm mənə registerə gələcəm. Registerə deyirəm, pardon, dataya gələcəm. İndi burada loginə gəlirəm. Logində nə lazımdır? Users lazımdır. Eləmi?
Dolayısıyla burada da mən nə edəcəm? Yenə, amma burada biraz fərqli eləyəcəm. Məsələn, deyək ki, gəldim, deyirəm ki, import from data, import, məsələn, users deyə bilərəm, amma mən əgər bunun adını dəyişdirmək istəyirəmsə, yəni fərqli adlı istifadə eləmək istəyirəmsə, bunu belə yaza bilərəm. Deyirəm ki, as istifadəçilər. Yəni, mən deyirəm ki, oradakı məlumatı götür, amma adını dəyişdir, belə ver. İstifadəçilər. Bunu götürdüm, gəlib bunun yerinə bunu qoyacağım. Bu artıq mənim üçün nə edəcək? O users məlumatının listinin adını dəyişdirib, bu faylın içərisində istifadəçilər olaraq istifadə edəcək. Bunda hər hansı problem yoxdur. Ondan sonra gəldik bura. Bunları qoşduq, bunlardan istifadə elədik və gəlirəm bura. Burada mən nə lazımdır mənə? Deyirəm ki, from login import login metodu lazımdır mənə. Ondan sonra deyirəm ki, from register import register. Pardon. Register user'a ehtiyacım var. Və mən bunları müraciət edəndə diqqət edirsə, əgər mən bir şeyin daxilində, modulun daxilində nəyəsə və ya belə də yaza bilərdim bunun yerinə import register nöqtə register user. Register user deyə də daxil edə bilərdim. İndi burada göstərmir, amma mən bunu bu şəkildə istifadə edəcəm. Və bu indi necə deyərlər, bu şəkildə istifadə eləmək, yəni kod baxımından indi düşünə bilərsiniz ki, mən bunları zaten orada o digər tərəfdə yazırdım, amma bu diqqət edirsinizsə, işin daha strukturlu görülməsi üçün, işin daha profesional şəkildə görülməsi üçün bizim işimizə yarayır. Və mən bu şəkildə görəcəyim işi parçalara bölürəm və daha rahat idarə edə bilirəm. Mən artıq bundan sonra məsələn data ilə əlaqədar nəsə class təyin edəcəmsə, gedəcəm datanın içərisində təyin edəcəm. Ondan sonra logini istifadə edəndə gedəcəm. Logində hər hansı bir problemim varsa, login hissəsində gedib başqa yerdə axtarmayacağım, login moduluna baxacam, register moduluna baxacam. Və ondan sonra bu əslində bütün proqramlaşdırma məntiqində belə bir şey var, məntiq var. Deməli, biz proqram yazanda bunu şey olaraq fikirləşin, belə bir məntiq olaraq fikirləşin. Deməli, bir dənə, məsələn, zavodda, məsələn, kompüter istehsal zavodunda, məsələn, deyək ki, Asus'un zavodunda, Asus'un zavodu nədir? Bu, məsələn, Asus kompüterlərin içərisindəki olan şeylər var, cihazlar var. Məsələn, prosesor var, RAM var, videokart var və s. var. Bunlar hansı ki, başqa yerdə istehsal olunur. Diqqət edirsinizsə. Məsələn, prosesor başqa Intel'də, o birisi başqa yerdə, o birisi başqa yerdə istehsal olunur. Və bu Asus zavodunun işi isə nədir? Oradan alınan məlumatları özündə toplayıb, onlardan bir dənə kompüter icra eləməkdir. Əslində, applicationlarda da məntiq belədir. Bizim bir dənə əsas giriş faylımız var. Yəni ki, o proqramın əsas idarə etmə strukturunun yazıldığı bir dənə fayl var. Bizdə o RAM.py-dir. Digər fayllar isə buna köməkçi fayllardır. İndi baxsaz, məsələn, bu data faylı tək başına hər hansı bir iş görmür. Yəni, burada deyə bilmərik ki, biz sırf data faylını mən run eləsəm bir nəticə ortaya çıxacaq. Eyni şəkildə register faylı, eyni şəkildə login faylı. Yəni, bunlar köməkçi hissələrdir. Biz bu köməkçi hissələri nə edirik? Gətiririk, RAM.py-də birləşdiririk və ondan sonra bunu istifadə edirik. Bunları eləyirik. Və bunu eləyərkən də biz nəyə diqqət eləyəcəyik? Deməli, burada belə bir yavaş-yavaş bəzi spesifik variable'lar var. Məsələn, belə bir variable var. Name variable var. Bu mənə nə verir? Bunu birinci, bunu saxlayaq. Bircə dəqiqə, hələ ki. Bunu saxlayaq. Mən birdən py, RAM.py eləyəndə bu main adında bir xüsusiyyəti verir. İndi mən gəlib eynisini, baxın, belə eləsəm,
buradan desəm, bura yazsam, baxın print name'i bura yazdım və ondan sonra gəlirəm, deyirəm ki, burada da deyək ki, import datanı elədim, import data. Baxın, indi baxın, mən burada da print name eləmişəm, burada da print name eləmişəm. Burada mən bunları run eləyəndə, baxın, birincisində datanı çıxardı. Baxın, birinci mən bunu import eləmişdim deyə, birinci bunu icra edir, bu faylı icra edir, ikinci isə bu kodu icra edir. Amma kod eynidir, diqqət edirsinizsə, print name'dir. İndi burada birində data çıxdı, yəni ki, import elədiyim modulun adı çıxdı, ikincisində isə main çıxdı. Əgər mən burada bu main datasını görürəmsə, bunun mənası nə deməkdir? Mən artıq, yəni ki, bizim proqramımız 20 dənə, 30 dənə fayldan ibarət ola bilər. Amma bu faylların arasında bir dənə fayl var ki, bu giriş faylıdır. Necə ki, klasın ilk icra olunan funksiyası hansı idi? Constructor idi, düzdürmü? İndi burada da biz application yazanda özümüz təyin eləməliyik ki, bu proqramın giriş qapısı haradır? Giriş qapısı haradır? Onu da görə bilmək üçün, yəni ki, mən bu faylın giriş qapısının olmasını təyin eləmək üçün belə bir kod yazıram. Deyirəm ki, if name property'si bərabərdirsə main'ə, yəni main datasını verirsə, bu nə deməkdir? Bu artıq mənim giriş qapımdır deməkdir. Əgər belədirsə deyirəm, bu kodu icra elə. Bunu yazmasaq da olar, amma bu bizim daha strukturlu kod yaza bilməyimiz üçün, daha belə deyək, sistemli kod yaza bilməyimiz üçün bu bizim üçün önəmlidir. Bunu biraz içəriyə göndərək belə. Bu artıq mənim üçün nə edəcək? Birinci yoxlayacaq ki, mənim giriş qapım hansı fayldır. Ondan sonra baxacaq ki, bu mənim giriş qapımdır. Buradan daxil olacaq sistemə. Ondan sonra geri fayllarda başlayacaq istifadə eləməyə. Bu artıq bizim üçün struktural bir application yaza bilmək üçün bir belə deyək də dəsti xətti deyə bilərik. Bundan da istifadə eləyə bilərsiniz. İstifadə eləməsəz də proqram işləməzmi? İşləyər. Amma daha sistemli yaza bilmək üçün biz bundan istifadə edirik. Yəni, burada name variable'ının xüsusiyyəti nədir? Əgər siz aktiv, mən burada məsələn bu proqramı işlədəndə hansını çağırıram? Deyirəm ki, py, məsələn, run py deyirəm. Bu mənim üçün nə edir? Avtomatik olaraq burada niyə while-a girdi? Çünki bunun nəticəsi, mən hal-hazırda hansı faylı run edirəm? Run py faylını. Yəni, mənim aktiv üzərində işlədiyim fayl budur. Mən bunu elədiyim zaman, bu mənə nə nəticəsi verəcək? Main nəticəsi verəcək. Dolayısıyla, bu şərt doğru olduğu üçün artıq while loopuna girmiş olur. Mən bundan çıxım. İndi amma gəlin məsələn mən bura print name yazım. Baxın. Print name yazım. Mən indi gəlib burada data py eləsəm, burada təbii olaraq bu mənə main'i verəcək. Niyə? Çünki hal-hazırda icra olunan fayl hansı fayldır? Data py-dir. Data py-ni mən icra edirəmsə, deməli onun nəticəsi mənə main'i verəcək. Yəni bu mövzunu biraz özünüzdə, təsəvvürünüzdə otuzdurmanız lazım ki, niyə mən name variable-dan istifadə edirəm. İndi modullardan istifadə bu mənim yazdığım modullardır. Eləmi? İndi gəlin biraz daha bunu genişləndirsək, bunu mən bir application olaraq, bir papka olaraq yığmaq istəyirəm. Deyirəm ki, burada mən bunu adı qoymaq istəyirəm. Deyirəm ki, login sistem qoyuram bunun adına və buradakı faylları da bunun içərisinə atıram. Bunu qoyduq. Ondan sonra da bunu qoyduq bu şəkildə. Bunu da atdıq. Yəni, daha bunu kompaktlaşdırdım, diqqət edirsinizsə. Və ondan sonra artıq mən bunu istifadə eləyəndə, bunu bir paket halına gətirdim. Paket halına gətirdiyim zaman bu normal papkadır. Və belə deyək, mən bunu çölə çıxardım bircə dəqiqə. Bunu çölə çıxardım. Və mən bundan istifadə edəcəm. Baxın, bu faylları yerləşdirdim bura və indi buradan istifadə eləməliyəm.
Baxın, bu avtomatik olaraq dəyişdirdi. Papkanın adını dəyişdirdi. Hansı papkanın içərisində olduğunu dəyişdirdi. Və mən indi bu normal bir folder. Amma Python'da bunun istifadəsini daha sistemləşdirə bilmək üçün, necə ki, klassda bir giriş qapısı var, eyni şəkildə də mən burada belə bir şey deyirəm. Gəlirəm bu papkanın içərisinə bir də new file edirəm. init.py deyə bir fayl daxil edirəm. Bu mənim üçün nə olmuş olur? Baxın, burada 4 dənə fayl var. Bu avtomatik olaraq mən məsələn bunu gəldim, buraya yazdım print salam dedim. Baxın. İndi gəlirəm bunu saxlayıram hələ ki. Və ya başqa bir dənə fayl eləyim burada. Start.py eləyim. Mən bunu yazdığım zaman, baxın, mən burada deyirəm ki, startda bu paketi istifadə eləmək istəyirəm. Bu paketi istifadə eləyəndə deyirəm ki, import birbaşa paketin adını yazmaq kifayətdir. Baxın, mən deyirəm ki, bu paketdən istifadə eləyəcəm və gəlib burada py, start.py eləyəndə, baxın, bu mənə nə datasını verdi? Salam datasını verdi. Halbuki bu login papkasının içərisində, login package-in içərisində neçə dənə fayl var? 1, 2, 3 dənə, 4 dənə fayl var. Bu o biri faylların, məsələn, mən bura print yazsam, burada print yazsam, məsələn, desəm ki, print, necəsən? Dedim, bunda da print var, initdə də print var. Mən bunu run elədiyim zaman necəsən datasını görmədim. Səbəb nədir? Çünki init faylı mənim o login package'imin bir mənada constructor faylıdır. Belə deyək də, daha rahat, necə ki, classda constructor var idi. Burada da init faylı o vəzifəni görmüş olur. Və biz ondan istifadə. Bu da artıq Python'ın, belə deyək də, biz artıq daha böyük applicationlar yazanda, daha sistemli applicationlar yazanda bu arxitektura ilə yazacaq. Yəni, baxın, yenə təkrar edirəm. Deməli, biz nədən başladıq? Variable, listlər, tuple'lar, ondan sonra diktlər, sonra gəldik functionlar, qruplaşdırmada, sonra functionlarla dəyişənləri birləşdirdik, elədik, bir class məntiqi ilə yazdıq. Ondan sonra o klassları və ya functionları ayrı-ayrı yerlərdə topladıq, modullar içərisində topladıq. Ondan sonra o modullarda topladıq, package-lər içərisində topladıq. Ondan sonra bu package-ləri də toplayan, bir yerə toplasa, müəyyən işlər görən package-ləri bir yerə toplasa, biz sonradan nə əldə edəcəyik? Framework əldə edəcəyik. Yəni, hansı ki, sonraki dərslərdə bu framework məntiqini də göstərəcəm, Allah qoysa. Deməli, bu hiyerarxiyaya baxsaq, əslində bu sizə çox daha məntiqli gələ bilər. İndi burada bizim yazdığımız bu login şeyini mən yazdım. Login necə deyərlər, package-ini, buna mən package deyəcəm. Əgər mən bunun içərisinə init faylı qoymasaydım, bu sadəcə olacaqdı bir folder. Amma mən bunun içərisinə init faylı qoyduğum üçün bunun adını mən bundan sonra deyəcəm package. Nə package? Login package. Nə modulu? Login modulu, register modulu, start modulu, run modulu və s. və s. Bunlardan istifadə edəcəyik biz və indi Python'da artıq Python dilində biz həddən artıq çox modullar istifadə edirik. Modullar və package-lər istifadə edirik və bunlar Python'ın bir dənə də gözəl xüsusiyyəti var ki, necə ki, məsələn, biz listləri keçəndə, klasslardan sonra listlərə baxanda gördük ki, listlər üçün, məsələn, burada istifadə edədiyimiz kimi, məsələn, append deyə bir metod yazılıb hazır ki, biz bunu götürüb istifadə eləyək. Eyni şəkildə Python tonlarla hazır modullar yazır. Və biz onlardan istifadə edirik. Məsələn, bu modullardan bir dənəsinin nümunəsini verim. Məsələn, gəldim bura, deyirəm ki, import random deyirəm. Məsələn, bu random modulu mənə nəyə göstərir? Deyir ki, print, deyirəm ki, random, rand it.
rand int. Məsələn, bu random rəqəm generate eləmək üçün olan bir hazır moduldur. Mən bunu startı verdiyim zaman 131, hər dəfə gördüyünüz kimi 1 ilə 500 arasında random bir rəqəm generate edir. Yəni bu, indi baxıram ki, bu import randomdur. Mən bunu axtarıram ki, bu import random burada yoxdur. Gördüyünüz kimi. Yəni bu random faylıdırsa əgər, mən indi artıq bilirəm ki, bu bir moduldur. Bəs bu hardadır? Bunun yerini görə bilmək üçün mən baxıram ki, bu random pay'e baxın, hazır yazılıb. Fikir verin. Bütün metodları, klassları və s. hamısı yazılıb hazırdır. Və bu hardadır? Gedək baxaq. Revealing File Explorer dediyim zaman biz Python'ı yüklədiyimiz zaman hansı versiyasını yükləmişiksə Python 3.10 versiyasında mən hal-hazırda onun içərisində lib papkası var və lib papkasının içərisində diqqət edirsinizsə öncədən yüklənən bu qədər hazır modullar var. Modullar və bunlar da nədir? Package'lərdir. Məsələn, SQLite moduldur, ondan sonra JSON moduldur, HTML, email və s. bu modullar var. Bunlar artıq biz Python interpreter'ı yükləyəndə, Python proqramını yükləyəndə bunlar mənə hazır olaraq gəlir. Yəni ki, bunları Python özü deyir ki, bunlar çox istifadə olunan modullardır. Məsələn, OS modulu var. Deyək ki, onu məsələn göstərəcəm sizə. OS modulu məsələn, import OS modulu. Bu nədir məsələn? Bütün məsələn fayllarla işləmək üçün və ya os.pvd deyə bir metod var. Deyək ki, mən bunu getpip məsələn burada hansı şey var idi? Bir dəqiqə os modulunun metodlarına bir dənə baxaq. OS modul Python. Bunlar hazır yazılmış şeylərdir. Məsələn, mən hər hansı bir necə deyərlər, olduğum şey var, get directory, məsələn, get pvd desəm, məsələn, bu mənə nəyi verəcək? Bu mənə verəcək, hal-hazırda üzərində işlədiyim papkanı verəcək mənə. Bunu verdi, məsələn, mən print eləsəm bunu. Baxın, bu mənə göstərdi ki, sən hal-hazırda haradasan, bu papkadasan. Yəni, sonradan, məsələn, əgər məsələn, mən təzə bir dənə papka yaratmaq istəyirəmsə, deyirəm ki, make-dir, təzə bir dənə papka yaratmaq istəyirəm, məsələn, adına qoyuram, məsələn, deyək ki, new modul. Bunu run elədiyim zaman, məsələn, bu function run olunduğu, method run olunduğu zaman, bu mənim üçün new modul deyə bir papka yaradacaq. Yəni, məsələn, OS modulunun işi, vəzifəsi nədir? Bizim fayllarla, folderlarla və s. işləməyimizi təmin eləmək üçün lazım olan bir moduldur ki, biz onunla fayllar üzərində və s. işləyə biləcəyik. Ondan sonra, məsələn, deyək ki, OS modulu var, sonra random modulu var, sonra bizim istifadə edə biləcəyimiz, məsələn, JSON modulu var, HTML modulu var və s. kimi bu modullar var. Bunlar hazır yazılıb və istifadə olunur. İndi və bundan sonra belə bir şey var. Məsələn, bu PyP deyə bir sistem var. Burada hazır modullar yazılır. Yəni ki, istifadəçilər tərəfindən və ya Pythonistlər tərəfindən yazılan hazır modullar var. Onlar bura yükləyirlər ki, insanlar istifadə eləsinlər. Və indi biz növbəti dərsdə artıq yavaş-yavaş iki aspektdən gedəcəyik. Məsələn, bir dənə xüsusi bir şey seçəcəyik, özümüzə package seçəcəyik, məsələn, Qt for Python deyə desktop application yaza bilmək üçün artıq console application'dan çıxıb biraz desktop application yazmağa keçəcəyik və artıq bu dərsdən sonra biz artıq bir application yaza bilmə levelına gəlirik və bununla birlikdə biz nə edəcəyik? Bir tərəfdən application'ımızı yazarkən, digər tərəfdən də Python'ın core mövzularının, ehtiyacımız olan core mövzularında öyrənməyə davam edəcəyik. Yəni ki, hər application yazdıqca onun ehtiyac duyulan modulları, mövzuları ki var, onlardan başlayacaq istifadə eləməyə.
Yəni bundan sonra artıq daha çox praktisə yönəlik işlər görüləcək bu dərsdən sonra. Ona görə artıq özünüzdə necə deyirlər, bunu köhnə mövzuları bir necə deyirlər, müzakirə eləmək lazımdır, müəyyən eləmək lazımdır ki, məndə bu vaxta kimi olan boşluqlar nələrdir və s. və s. Ona görə əgər boşluqlar varsa onları aradan qaldırıb artıq növbəti dərsdə yeni bir package-lə artıq desktop application necə yaza bilərəm, onun haqqında başlayacağıq danışmağa. Bugünlük bu qədər. Növbəti dərsdə görüşənə